Hikmətin fəziləti. Qədim bir kitabda verilmiş xəbər, İranda bir həkim varmış mötəbər. Baxın, burada söhbət nədən gedir? Göstərilir ki, qədim bir kitabda belə bir xəbər verilib ki, İranda bir mötəbər bir həkim var imiş. Həmin həkimin ümidi yox ikən onun sabaha, yəni bax bu adamdan, bu həkimdən söhbət gedir. Belə bir sifariş göndərdi şaha. Yəni həkim şaha sifariş göndərir. Nəyə görə? Çünki onun sabaha ümidi yox idi. Onun üzüyünü böyük hökmdar ən müdrik adama versin yadigar. Baxın, bu hissə həmin həkimin göndərdiyi sifariş idi ki, sifariş nədən ibarət idi? Deyir, onun üzüyünü böyük hökmdar ən müdrik adama versin yadigar. Yəni həkimin üzüyünü şah, hökmdar ən müdrik, ən bilikli, ən yaxşı adama versin. Şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən. Divanə deyəndə dəlilər nəzərdə tutur. Burada dəli axmaq mənasında deyil də, yəni ağıllı olmayan, belə deyək də, özünü hamıdan üstün sayan, ağıllı sayan bu formada adamlar nəzərdə tutur. Yəni deməli, şah da ağıllı bir obraz idi. Nəyə görə? Çünki bu üzüyü kimə vermək lazım olduğunu seçməli idi. Ən yaxşı, ən müdrik adama verməli idi. Çünki hər dövlətli, kasıb, hər gəda özünü ən müdrik bilir dünyada. Yəni deyir ki, insanın sosial vəziyyətindən, təbəqəsindən asılı olmayaraq, dövlətli də olsa, kasıb da olsa, gəda da olsa, özünü ən müdrik olaraq bilir dünyada. Nəhayət hamını çağırtdırdı şah, onları mətləbdən eylədi agah. Deməli, şah üzüyü vermək üçün nə edir? Hər kəsi yanına çağırtdırır və onları bu mövzudan agah edir. Dedi. Şahın dediyi bundan ibarət idi ki, 3 suala istərəm cavab. Kim daha düz desə olsun intiqab. İntiqab nə deməkdir? Seçmə, seçilmə mənasında. Yəni deyir ki, 3 suala cavab istəyirəm ki, kim bu sualların cavabını düz desə, mən də onu seçim. Əvvəl ən xeyirli nədir? Müxtəsər. Deməli, soruşur ki, əvvəl ən xeyirli nədir müxtəsər? Tamahkar olanlar dedilər ki, zər. Deməli, ən birinci sual nə oldu? Ən birinci soruşur ki, ən xeyirli nədir? Tamahkarlar isə deyirlər ki, zər. Zər burada qızıl, qiymətli zinət əşyası bu mənada nəzərdə tutur. Tamahkar da ac göz deməkdir. Vergi toplayanlar dedilər xərac, tacirlər dedilər alver və rəvac. Deməli, şahın ilk sualı nə olur? İlk sualı olur ki, ən xeyirli nədir? Tamahkarlar deyirlər ki, ən xeyirli zərdir. Vergi toplayanlar deyirlər ki, ən xeyirli xəracdır. Tacirlər isə deyirlər ki, ən xeyirli alver və rəvacdır. Şah dedi, uzaqdır bunlar mətləbdən. Orada bir qoca durmuşdu həmən. Deməli, şah dedi, uzaqdır bunlar mətləbdən, yəni bunlar bizim söhbətimizdən, mövzumuzdan uzaqdır. Orada da bir qoca durmuşdu. Söylədi hər şeydən, bax bunu söyləyən həmin o qocadır. Söylədi hər şeydən xeyirli hünər, hünərsiz heç bir şey olmaz müyəssər. Müyəssər isə uğurlu deməkdir. Yəni deyir ki, şah soruşur ki, ən xeyirli nədir? Vergi toplayanlar deyir xəracdır, tamahkarlar deyir zərdir, tacirlər deyir rəvacdır, alverdir. Amma onları seri eləyən bir qoca var idi. O qoca isə deyir ki, hər şeydən xeyirli olan hünərdir. Nəyə görə? Çünki deyir ki, hünərsiz heç bir şey müyəssər olmur. Müyəssər də deyəndə uğurlu olmağı nəzərdə tutur. Şah qəbul elədi, soruşdu yenə. Dünyada hər şeydən yaxşı deyin nə? Deməli, ən birinci sual nə olur? Xeyirli nədir? İkinci, ən yaxşı nədir? Yüksəldi müxtəlif səslər saraydan. Şahın razılığı, şadlıq, firavan. Yəni, şahın razılığı, şadlıq, firavan hər şeydən güya deyirlər ki, yaxşıdır. Nəyə görə? Çünki, belə deyək də, şaha yaltaqlanmaq məqsədi ilə. Yenə də o qoca dedi bu sözü, hər şeydən yaxşıdır, yaxşılıq özü. Deməli, ən birinci dedi ki, xeyirli olan nədir? Hünərdir. Çünki hünərsiz heç bir şeydir, müyəssər ola bilməz. İkinci, şah soruşur ki, ən yaxşı nədir? O qoca deyir ki, yaxşılığın özüdür. Şah dedi, ən lazımlı nədir insana? Deməli, üçüncü, ən lazımlı olanı soruşur. Yenə çox fikir çıxdı meydana. Şah isə qocaya edirdi diqqət. Qoca artıq ağıllı cavablar vermişdi deyə, şah artıq qocaya diqqət edirdi. Qoca isə deyir ki, dedi, ən lazımlı şeydir həqiqət. Həqiqət olmasa olmaz intizam. Dünya həqiqətlə dolanır. Müdam, müdam sözü də daim deməkdir. Yəni, sonuncu soruşur ki, ən lazımlı nədir? Bu qoca da deyir ki, ən lazımlı olan həqiqətdir. Çünki həqiqət olmasa dünyada nizam, intizam, düzgünlük olmaz. Çünki dünya daim həqiqətlə dolanır.
Şah qalxıb qocaya eylədi təzim. Baxın, bu hissəsi çox önəmlidir. Çünki şah olmasına baxmayaraq qocaya təzim eləyir, baş əyir onun müdrikliyi qarşısında. Üzüyü hörmətlə eylədi təqdim. Deməli, üzüyü kimin oldu? Şahın. Əmr etdi saraydan getməsin bir an ki, alsın hər işdə məsləhət ondan. Deməli, şah qocadan qocanın qarşısına niyə təzim eləyir? Çünki onun saraydan getməsini istəmir və ondan hər an daim məsləhət almaq istəyir. Nəhayət oldu o, şahın vəziri, yəni o qoca şahın vəziri oldu. Ölkəni düzəltdi, onun tədbiri, axı o ağıllı idi, müdrik idi. Nə yaxşı olardı hər ölkədə olaydı belə bir vəzir ilə şah. Deməli, baxın, bu fikirlər artıq müəllifin öz nitqidir ki, nə yaxşı olardı ki, hər ölkədə belə bir vəzirlə şah olsun. Çünki burada şahda digər əsərlərdə gördüyümüz şahlardan fərqli olaraq mənfi planda verilməyib, mənfi göstərilməyib. Şah da burada müdrik olaraq göstərilir. Vəzir də həmçinin nəyə görə? Çünki şah əgər mənfi bir obraz olsaydı, onun da belə deyək də bu qədər müdrik kimi davranmazdı. Ən yaxşı adama tapıb üzüyü verməzdi. Vəzir də, yəni o qoca artıq sonradan vəzir olur axı. O da müdrik obrazlıydı, çünki onun cavablarından bəlli idi. Sonda isə özünə müraciət edib Abbasqulu Ağa Bakıxanov Qüdsə onun təxəllüsü idi. Ona görə deyir ki, ey Qüdsə, hikmətdən varsa xəbərin, yaxşı adamlarda olsun nəzərin. Baxın, sonda müəllif adını yox, təxəllüsünü işlədib. Onun da təxəllüsü dedik ki, nə idi? Qüdsə idi. Qüdsə özünə sonda müraciət edib. Deməli, gəlin görək ki, burada şah hansı sualları vermişdi. Şah ən birinci nə dedi? Bu hissəyə bir də diqqət yetirək. Deməli, şahın ən birinci verdiyi sual deyir ki, ən xeyirli nə idi? Qoca deyir ki, hünər. Amma ondan əvvəl nə demişdilər? Tamahkar olanlar deyirdilər ki, ən xeyirli zərdir. Vergi toplayanlar deyirdilər ki, xəracdır. Yəni tamahkarlar qızılın, daşqaşın ən xeyirli olduğunu düşünürdülər. Vergi alanlar xəracın ən yaxşı olduğunu düşünürdülər. Tacirlər isə alver və rəvac nədir soruşsaz, rəvac tez satılan, çox işlənən, çox tez gedən bir mala, əşyaya deyilir. Tacirlər də düşünürlər ki, rəvac ən yaxşı bir şeydir. Amma qoca nə dedi? Qoca deyir ki, ən xeyirli hünərdir. Ən yaxşı nədir soruşanda insan nə deməli? Deyir ki, ən yaxşı nədir? Yenə sarayda müxtəlif səslər çıxır ki, ən yaxşı razılıqdır, şadlıq firavandır. Amma ən yaxşı olan nə idi? Yaxşılığın özü və ən lazımlı olan həqiqət idi. Sonda şah qocaya təzim eləyir, saraydan getməməsinə əmr eləyir, şah qocadan məsləhət almaq istəyir, qoca da şahın vəziri olur və sonda müəllif öz təxəllüsünü işlədib. Əsər epik növdədir. Çünki mənzum hekayədir. Nəzmlə yazılıb. Deməli, ədəbi növ soruşsa deyirik ki, ədəbi növü nə oldu? Epik növ. Yazı forması nəzmdən. Daha sonra janrı soruşsa bizdən, janrı hekayədir. Ona görə mənzum hekayə deyirik buna. Niyə mənzum hekayə? Çünki nəzmdən yazılıb. Kiçik həcmli sujetli əsərdir. Hekayə olduğu üçün sujeti var. Daha sonra şeir vahidi soruşsa, şeir vahidi beytdir. Şeir şəklini soruşsa, şeir şəkli ikilikdir. Qafiyə quruluşunu soruşsa isə gəlin baxın, qafiyə quruluşunu bu formada asan yadda saxlayaq. Bütün misraların sonuna fikir verək. Bax, xəbər, mötəbər, AA, sabaha, şaha, BB, hökümdar, yadigar, CC, edərkən divanələrdən, DD. Deməli, qafiyə quruluşu necə oldu? Deyirik ki, həm qafiyə. Niyə həm qafiyə? Çünki cüt-cüt qafiyələnib. Ölkə ağıllı, müdrik insanlar tərəfindən idarə olunmalıdır ideyası qabartılıb. Çünki görürük ki, şah da, daha sonra onun vəziri olan qoca da həqiqətən də müdrik idi. Ağıl, dərin düşüncə, zəngin dünya görüşü təbliğ olunur. Həqiqətin hər şeydən üstün olduğu söylənilir. Sonda müraciətdən istifadə olunub. Müəllif özünə ey Qüdsə deyərək müraciət edir ki, ey Qüdsə, hikmətdən varsa xəbərin, yaxşı adamlarda olsun nəzərin. Əsərdəki şah obrazına fikir verək. Şah obrazı müdrikdir, işini ehtiyatla görür. Çünki orada deyir ki, şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən. Divanələrdən ehtiyat edirdi. Qocanın müdrik cavablarına görə qarşısında baş əyir və onun saraydan getməməsini istəyir. Əsərin məzmunundan aydın olur ki, yaşamağa ümidi olmayan bir həkim barmağındakı qiymətli üzüyü ölkənin hökmdarına göndərir və onun ölkədə ən müdrik adam hesab olunan şəxsə verilməsini xahiş eləyir.
Şah bu xahişin nə qədər məsuliyyətli iş olduğunu anlayır və səhvə yol verməmək üçün tədbir düşünür. Nəhayət belə bir qərara gəlir ki, adamları bir yerə yığıb müəyyən suallarla onların idrakını yoxlasın və bu hissələri artıq mən danışdım. Ona görə təzədən deməyə ehtiyac yoxdur. Birinci, ikinci, üçüncü sualda nələr deyir, insanlar nə cavab verir. Belə, göründüyü kimi Bakıxanov bu kiçik şeir parçasını insanları hünərə, yaxşılığa, düzlüyə, ədalətə, həqiqəti deməyə çağırır. Şairin gəldiyi bu nəticə bəşəriyyətə bütün zamanlarda lazım olan anlayış, mənəvi keyfiyyətlərdəndir. Bu da belə. Siz buradan öz qeydlərinizi mütləq çıxardarsınız. Mən bu hissələri dəfələrlə dönə-dönə dedim deyə eyni şey yazılıb, ona görə təkrarlamaq istəmirəm. Əsərdə dedik ki, epik növdə olduğu nəzmləndir, mənzum hekayədir, sujeti var, şeir vahid beytdir, şeir şəkli ikilidir və qafiyə quruluşu həm qafiyədir.